Xaricdə oxusam diplomum tanınmayacaq, yaxud 100% tanınacaq? Bu sualla demək olar ki, hər gün konsultasiyalarda, mesajlarda, zənglərdə qarşılaşırıq. Valideynlərin, tələbələrin ən çox narahat olduğu məsələlərdən biri də budur və istəyirəm bu videoda qısaca aydınlıq gətirim. Hətta bəzən belə fikirlərlə də rastlaşırıq ki, tələbə deyir, bir şirkət mənə deyir ki, diplomun tanınacaq, digər deyir tanınmayacaq. Mən hansına inanım? Mənsə burada deyirəm ki, rəsmi qurumlara, mənbələrə inanın. Diplomun tanınmasında müəyyən bir proses var, buna nostrifikasiya deyilir və bu prosesi isə Təhsildə Keyfiyyət Təminatı Agentliyi həyata keçirir. İlkin qayda universitetin akkreditasiyası olmasıdır. Akkreditasiya isə universitetin proqramı müəyyən qurumlar tərəfindən yoxlanılıb və təsdiqlənməsidir. Hər ölkə üzrə bu universitetlərin siyahısına da baxa bilərsiniz. Eyni zamanda Təhsildə Keyfiyyət Təminat Agentliyinin saytına daxil olanda tanınmayan universitetlərin siyahısı var. Orada hətta nəzər yetirməyiniz mütləqdir. Qısacası, siz diplom tanınmaya müraciət etdikdə, universitetin akkreditasiyası varsa, təhsil formanızda bir problem yoxdursa, diplomunuz rahatlıqla tanına bilər. Məlumat alarkən rəsmi qurumlardan, rəsmi saytlardan araşdırmağınız mütləqdir.